Şabranın Surra kəndində selin fəsadları hələ də aradan qaldırılmayıb. Ötən və bu il yağan güclü yağışlar nəticəsində kəndin içindən keçən çay üzərində yerləşən həm piyada, həm də avtomobil körpüsü sel sularına tab gətirməyərək dağılıb. Sakinlərin sözlərinə görə sel baş verən gündən bu günə qədər məsələ həllini tapmayıb. Neçə bir ildən yuxarıdır o körpəni biz bərpa elətdirə bilmirik. Kimin yanına şikayətə gedirik, xahişə gedirik, bizi məsələn doz verib yola salırlar. Biz hamıdan heç nə istəmirik, bir dənə yol istəyirik. Gəlin, baxın, bizim məktəbə gedən körpə uşaqlarımız var. Bizə yol versinlər. Körpümüzü bərpa eləsinlər, yol versinlər bizə. Sudan keçə bilmirik, sel gəlir, qalır otayda. Ona görə də biz körpü istəyirik ki, körpü eləsinlər bizi üçün. Nə bilim, 1-2-3 il olardı o bilənçiydi sel gələndən. Necə keçirsiniz? Sel gələndən? Elə çəkməklə dalımıza, ya aparırıq rayondan o yandan gətiririk. Kənd sakinləri deyirlər ki, Surra kəndinin sakinləri bu çayın ayırdığı iki sahə arasında körpüsüz qalıblar. Hər yağışdan sonra çayın səviyyəsi yüksəlir və keçmək tamamilə mümkünsüz olur. Onlar problemin qısa zamanda həll edilərək yeni körpülərin inşa olunmasını istəyirlər. Sakinlər deyirlər ki, problemlə bağlı dəfələrlə Şabran rayon icra hakimiyyətinə müraciət etsələr də, indiyədək körpülərin bərpası istiqamətində hər hansı iş görülməyib. Olub əvvəllər sel aparıb yarısını. Keçən ilin aprelin 16-sında gələn sel bu körpünün yarıdan çoxsunu götürüb apardı. O vaxtdan bu vaxta kimi biz icra hakimiyyətinə müraciət eləmişik. Onlar da bizə qulaq asıblar, ancaq ki, əməl edəmir. 50-yə yaxın ev var çayın bu tərəfində də ki, 120-dən çox ev var. Bax, qardaş, bizim buradan əvvəl maşın yolda düzəltmişdik. İndi bələdiyyə, rayon icra hakimiyyəti bu kolodesləri vermişdi, atmışdıq. Sonra sel gəldi apardı. İndi keçməyə bu taxtadır qoymuşuq. Daha qapıda taxta dəmir qalmış, biz körpü düzəltirik. Biz düzəltirik, səhər yağdı gün abidəcən. Gəldi, su çoxaldı, götürür gedir, qalır qoymuyor ki, bir yana keçə bilmirik. Şabran şəhər İnzibati Ərazi Dairə üzrə nümayəndəliyin baş məsləhətçisi Rəşad Əmrahov Xəzər xəbərə bildirdi ki, 2026-cı ilin mart-aprel aylarındakı təkrar sel fəlakətləri beton örtükləri yenidən sıradan çıxarıb. Aparılan qiymətləndirmədən sonra bəlli oldu ki, həmin ərazidə eyni tipli boruların yenidən qurulması həm sakinlərin təhlükəsizliyi, həm də nəqliyyatın hərəkəti üçün ciddi risk yaradır. Hal-hazırda körpünün layihələndirilməsi işləri aparılır və yaxın müddət ərzində körpünün bərpası, hər iki tərəf üzrə hərəkəti artıq qış mövsümü başlayanacaq, sakinlərin istifadəsinə veriləcək və sakinlər rahat və maneəsiz həmin körpüdən istifadə edəcəklər. Baş məsləhətçi əlavə edib ki, 2022-ci ilin noyabrında ərazidə 8 ədəd beton borudan ibarət avtomobil keçidi quraşdırılmışdı. Lakin 2025-ci ilin aprelində sel həmin qurğunu dağıdıb və sonradan bərpa edilib. Emin Kərimov, Elbrus Kərimli, Xəzər xəbər.